İsrail ordusu aprelin 5-i gecə saatlarında Qəzzanın şimal və cənub bölgələrində quru əməliyyatlarını gücləndirib. Cross Media xəbər verir ki, Beyt Hanun, Beyt Lahya, Rəfah və Moraq yolunda yeni ərazilər nəzarətə götürülüb. Gecə boyu İsrail hərbi hava qüvvələri terrorçulara məxsus hədəflərə zərbələr endirərək quru qoşunlarını havadan dəstəkləyib. Qeyd edək ki, Moraq, Oxu, Rəfah və Xan Yunis şəhərləri arasında yerləşir. Bu ərazi adını 2005-ci ildə İsrailin bir tərəfli ayrılma planı çərçivəsində sökülmüş Yahudi məskənindən alır. Moraq xətti təxminən 15 kilometrlik məsafə boyunca uzanaraq Misirlə Qəzza arasındakı Filadelfiya dəhlizi ilə paralel istiqamətdə yerləşir. Əməliyyatların miqyasının daha da genişlənəcəyi gözlənilir. Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında ümumi insan itkisi 50.609 nəfərə, yaralıların sayı isə 115.063 nəfərə çatıb.